Salam dostlar. Ermənistan ordusunun 28 may tarixində keçiriləcək hərbi parad məşqlərində İran istehsalı hava hücumundan müdafiə sistemi aldığı üzə çıxıb. Görüntülərdə AD-08 Majid İran istehsalı qısa mənzilli hava hücumundan müdafiə sistemi görsənir. Sistem İranda 2021-ci ildə ilk dəfə paradlarda nümayiş etdirilib və aşağı yüksəkliklərdə uçan dronlar, helikopterlər, qanadlı raketlər, təyyarələrə qarşı nəzərdə tutulub. AD-08-in atəş mənzili 700 metr və 8 kilometr. Maksimal yüksəkliyi 20 metr 6 kilometr. Raketin sürəti Mach 2. Raketin ölçüləri, diametri 156 millimetr. Uzunluğu 2, 67 metr. Çəkisi 75 kiloqramdır. Güdüm sistemi istilik axtarıcıdır. Sistem eyni anda 4-ə qədər hədəfə angaja ola bilir. Sistem KASEF 99 tipli 3 radarı ilə 12-30 kilometr əlavə məsafəni izləyə bilir. Ermənistan bu sistemi əsas olaraq Azərbaycan arsenalındakı pilotsuz uçuş aparatlarına qarşı almışdır. Xüsusilə İranın buradakı fəaliyyəti də gözdən qaçmamalıdır. Salam dostlar. Ermənistan ordusunun 28 may tarixində keçiriləcək hərbi parad məşqlərində İran istehsalı hava hücumundan müdafiə sistemi aldığı üzə çıxıb. Görüntülərdə AD-08 Majid İran istehsalı qısa mənzilli hava hücumundan müdafiə sistemi görsənir. Sistem İranda 2021-ci ildə ilk dəfə paradlarda nümayiş etdirilib və aşağı yüksəkliklərdə uçan dronlar, helikopterlər, qanadlı raketlər, təyyarələrə qarşı nəzərdə tutulub. AD-08-in atəş mənzili 700 metr və 8 kilometr. Maksimal yüksəkliyi 20 metr 6 kilometr. Raketin sürəti Mach 2. Raketin ölçüləri, diametri 156 millimetr. Uzunluğu 2, 67 metr. Çəkisi 75 kiloqramdır. Güdüm sistemi istilik axtarıcıdır. Sistem eyni anda 4-ə qədər hədəfə angaja ola bilir. Sistem KASEF 99 tipli 3 radarı ilə 12-30 kilometr əlavə məsafəni izləyə bilir. Ermənistan bu sistemi əsas olaraq Azərbaycan arsenalındakı pilotsuz uçuş aparatlarına qarşı almışdır. Xüsusilə İranın buradakı fəaliyyəti də gözdən qaçmamalıdır.